Müəllif rahimehullah Müsəlmanın Qalası kitabında uşaqları qorumaq üçün oxunan dua bölümünü açır və burada bir dua gətirir, hansı ki Peyğəmbər sallallahu aleyhi və səlləm Həsən və Hüseyni Allahdan, yəni Allah onlardan razı olsun, o Hüseyni qorumaq üçün belə dua edərdi. U'idukuma bi kelimatillahi tamme min kulli şeytanin ve hemme ve min kulli aynin lamme. Yəni Peyğəmbər sallallahu aleyhi və səlləm bu dua ilə, bu ovsunla Həsən və Hüseynə edərdi, yəni onların qorunması üçün. U'idukuma bi kelimatillahi tamme min kulli şeytanin və həmmə və min kulli aynin ləmmə. Hər bir şeytandan, zərərli həşəratdan və hər pis gözdən qorumaq üçün sizi Allahın tam kəlmələrinə həvalə edirəm. U'idukuma bi kelimatillahi tamme. Yəni sizin ikinizi Allahın tam olan kəlmələrinə həvalə edirəm. Allahın kəlmələri deyildiyi zaman bu barədə artıq danışılıb. Həm qavni kəlmələr və həmçinin şər'i kəlmələr də nəzərdə tutula bilər. Və qavni kəlmələrin olması daha münasibdir. Çünki burada yəni Allah Teala bir şeyin olmasını istədiyi zaman ona kun ol deyir. O da dərhal olur. Və bu baxımdan bu daha münasibdir. Və həmçinin şəri kəlmələrə də yəni sığınmaq bu da icazəlidir. Təmmə tam olan, yəni həm heç bir naqislik olmayan mənasını verir. Həmçində ət-təmmə kamil, hər tərəfli kamil olan Allahın kəlmələrinə, yəni sizi həvalə edirəm. Min kulli şeytanin və həmmə. Hər bir şeytandan, həm insanlardan olan şeytandan və həmçinin cinlərdən olan şeytandan. Yəni qorunması üçün, onlardan qorunması üçün Allahın tam olan kəlmələrinə həvalə edir. Və həmmə. Həmmə əsasən bunun mənasında alimlər gətirir ki, öldürücü zəhəri olan canlılardan. Yəni çünki canlılar, yəni zəhəri olanlar eləsi var ki öldürür, amma eləsi var ki öldürmür. Məsələn, ilandır, əqrəb, bunların zəhəri öldürücüdür. Amma digər müəyyən arı növləridir, onların da zəhəri var, amma öldürücü deyildir. Və min kulli aynin ləmmə. Hər bir gözdən, ləmmə şəri özündə əhatə edən. Ləmmə yəlummu sözün özü cəm etməkdir, toplamaqdır. Yəni özündə şərri toplayan gözdən. Yəni bu hədisin ləfzi gəlir Buxaridə. İbn Abbas radiyallahu anhumadan qalə kənən nəbiyyü sallallahu aleyhi və səlləm yuavvidul Həsənə vəl Hüseynə və yəqul innə əbəkuma kənə yuavvidu bihə İsmailə və İshaq. Yəni Peyğəmbər sallallahu aleyhi və səlləm Həsən və Hüseynə bu olsun dualarını edərdi onların qorunması üçün və deyərdi ki, sizin atanız İsmail'i, İshaqı bu dua ilə, yəni bu olsunlarla dua edərdi onların qorunması üçün. Əuzu bi kelimatillahi tamme min kulli şeytanin və həmmə və min kulli aynin ləmmə. Abu Davudda gələn rəvayətdə isə qalə kənən nəbiyyü sallallahu aleyhi və səlləm yuavvidu əl-Həsənə vəl-Hüseynə.
Onda da həmçinin Peyğəmbər sallallahu aleyhi və səlləm Həsən və Hüseynə onların qorunması üçün belə dua edərdi. U'izukumə bi kəlimatillahi təmmə min kulli şeytanın və həmmə və min kulli aynin ləmmə. Və sonra deyərdi ki, sizin atanız da İsmail və İshaqa belə dua edərdi. Və həmçinin Tirmizdə də yəni eynisi gəlir. Və orada da İbn Abbas radiyallahu anhumadan Peyğəmbər sallallahu aleyhi və səlləm Həsən və Hüseyn radiyallahu anhumaya bu duanı edərdi. Və həmçinin bu ləfz İbn Məcədə də keçir. İmam Əhmədin Müsnədində də keçir. Eyni ləfzlərdir. Və Abdullah İbn Məsuddan gəlir ki, Ənə Nəbiyyə sallallahu aleyhi və səlləm kənə qaidən fi unəs. Peyğəmbər sallallahu aleyhi və səlləm insanların içərisində oturmuşdu. Fəmarra bihil Həsənu vəl Hüseynu. Və Həsən və Hüseyn oturmuşdu. Və oradan Həsən və Hüseyn keçirdi. Yəni Peyğəmbər sallallahu aleyhi və səlləm insanlar içərisində oturmuşdu və oradan Həsən və Hüseyn keçirdi. Fəqalə hətu ibnəyyə uavvizhumə. Və deyir ki, mənim oğlanlarımı, evladlarımı gətirin, mən onlara bu duanı edim. Bimə avvada bihi İbrahimu ibneyhi İsmailə və İshaq. Və hansı ki o dua ilə İbrahim iki evladını İsmail və İshaqı qorunması üçün bu dua ilə dua etmişdir. U'izukumə bi kəlimatillahi təmmə min kulli şeytanin və həmmə və min kulli aynin ləmmə. Və sonra bu hədisdə gələn sözlər, yəni Peyğəmbər sallallahu aleyhi və səlləm, yəni yuavviz, təviz, yəni əd-dua ilallah bi ən yucir, yəni nə deməkdir? Allaha onun qorunması üçün, hifz olunması üçün dua etməyə deyilir, sığınmağa deyilir. Çünki əuzu sözü, yəni sığınmaqdır. Sığınmaq. Həsən və Hüseyn Peyğəmbər sallallahu aleyhi və səlləmin nəvələri olub, reyhanı olub və cənnət əhlinin cavanlarının ağalarıdır. Əl-Həsən ibn Ali ibn Əbi Talib vulidə fi Şəvval sənə 3. Həsən radiyallahu anhu hicrətin 3-cü ilində Şəvvalda doğulmuşdur. Və kənə əşbəhən nəs bi Rasulillahi sallallahu aleyhi və səlləm, insanlar içərisində Peyğəmbər sallallahu aleyhi və səlləmə ən çox oxşayan insan idi. Və kənə yəhüccü məşiyən, o yeriyərək həccə gedərdi. Mədinədə dünyasını dəyişir, vəfat edir və Bəqi qəbirstanlığında dəfn olunur və onun vəfatı haqqında ixtilaf var. Amma çoxları deyirlər ki, ənə tufiyyə sənə 50, hicrətin 50-ci ilində vəfat etmişdir. Amma qardaşı Hüseyn ibn Ali isə, Ali ibn Əbi Talib, Abu Abdillah Əl-Həşimi, Peyğəmbər sallallahu aleyhi və səlləmin nəvəsi və reyhanıdır. Həsəndən sonra, bir il sonra, yəni hicrətin 4-cü ilində dünyaya gəlmişdir. Və kən əşbəhum bi Rasulillahi sallallahu aleyhi və səlləm fəl-Həsən əşbəh bi Rasulillahi mə beynə sadri və rəs. Vəl-Hüseyn əşbəh Nəbiyyə sallallahu aleyhi və səlləm mə kən əsfəl min dəlik. Yəni bunların ikisi də Peyğəmbər sallallahu aleyhi və səlləmə yəni oxşarlığı var idi. Və Həsən radiyallahu anhu yəni sinə ilə baş arasında yəni daha çox oxşar idi və Hüseyn radiyallahu anhu isə yəni sinədən aşağı daha çox oxşarlığı var idi. Və onların da məqamları, dərəcələri haqqında çoxlu dəlillər vardır. Vəl-məşhur ənə qutilə yevmə əşra min sənə 61 və məşhur olan odur ki, Hüseyn radiyallahu anhu Aşura günü 61-ci ildə, hicrətin 61-ci ildə vəfat öldürülmüşdür. Qətl edilmişdir, yəni şəhid olmuşdur. Və qavluhu u'izukumə və burada keçən u'izukumə sözü yəni sığınmaqdır. Yəni Allah Teala'dan onların qorunmasını istəməkdir. Yəni istiadə özü
O deməkdir ki, şeytandan qorunmağı istəməyə deyilir. Yəni Allaha dua edilir ki, şeytandan onu qorusun, onun şərrindən. Bi kəlimatillahi təmmə, Allahın tam olan kəlmələrinə, yəni kamil olan və faydalı olan və mübarək olan kəlmələrinə və heç bir naqislik və eyb olmayan və həmçinin tam olan kəlmələrin Lənnə lə yecüzə ən yekune fi şey min kələm naqsun, yəni Allahın kəlamının heç birində naqislik və eyib ola bilməz. İnsanların kəlamında olduğu kimi. Və həmçinin burada tamam sözünün də mənası, yəni kim sığınarsa o kəlmələr ona fayda verir, onu bəlalardan qoruyur, kifayət edir. Və Xattabi rahimehullahın sözü ki, əmmə qavlun nəbiyyü sallallahu aleyhi və səlləm əudu bi kəlimatillahi təmmə fə innə kəlimətul Qur'an. Yəni Allahın tam olan kəlmələrinə sığınıram. Allahın kəlməsi Qur'andır. Və vasfuhu bittəməm tənzihə ləhu ən yəlhəqəhu nəqsun əv əybun və onun tam olaraq vəsf olunması isə tamam olaraq vəsf olunması, yəni ona hər hansı bir naqisliyin və eybin üz verməsindən pak olmasını bildirir. Min kulli şeytanin, hər bir şeytandan, yəni cindən və insandan. Demək, şatana sözü götürdük ki, bəudə sözündən, uzaqlıq sözündən götürülüb. Yəni xeyirdən uzaq olduğuna görə şeytan deyilir. Və yaxud da mənalarından biri uzun kəndir deməkdir. Elə bil ki, yəni şərdə uzun olduğuna görə. Şəata yaşitu idə hələkə və həmçinin həlak olmaq mənasını da verir. İstəşada qadabən, yəni qəzəbləndiyi zaman qəzəbin şiddətlənməsinə də deyilir. Və şeytan da Adəm övladında qanın cərəyan etdiyi kimi cərəyan edir və ona müsallat olur, ona vəsvəsə verə bilir. Və sonra gəlir və həmmə havam sözünün təkidir. Yəni əsasən də zəhərli olanlar nəzərdə tutulur, hansı ki öldürücü zəhəri olan və öldürücü zəhəri olmayanlara isə səvam, havam yox, səvam deyilir. Və min kulli aynin ləmmə, hər bir pis gözdən, şər cəm olmuş gözdən, əl-murad bi kullu dəyin və əfə. Və burada nəzərdə tutulan hər bir, yəni xəstəlikdir, afatdır, insanı əhatə edir, ola bilər ağlın getməsidir. Əl-məmtu bi şeyə, yəni burada əhatə etmək mənasını da verir, toplamaq. Min şərri kulli səmmə, hər bir zəhəri olanın şərrindən. Bu hədisin faydalarını da götürək. Bu hədisin faydalarından yüşra'u lil muslimi ən yuavvidə əvlədə. Yəni insan üçün məşrudur ki, buyurulmuşdur ki, öz evladlarına, yəni ovsun, oxusun, yəni onların qorunması üçün dua etsin, Allahdan yardım istəsin. Və mən yuhibbu bihədil kəlimət əlləti təqi bifadlilə min kulli a'inin və hasilin və kulli şər. Hansı ki bu kəlmələr Allahın lütfi ilə hər bir gözü olandan, həsəd aparandan, hər bir şərdən qoruyur. Deməli, insan evladlarını və sevdiklərini bu kəlmələrlə gərək ovsun etsin, dua eləsin. Hansı ki, bu kəlmələr Allahın lütfi ilə hər bir gözü olandan, həsədi olandan, həsəd aparandan və hər bir şərdən də qorumuş olur. Və həmçinin faydalardan bəyan muhabbətin nəbi sallallahu aleyhi və səlləm lil Həsəni vəl Hüseyin. Peyğəmbər sallallahu aleyhi və səlləm Həsən və Hüseynə olan sevgisi, məhəbbəti və onların yəni Peyğəmbər sallallahu aleyhi və səlləm yanında yeri, dəyəri var idi, hətta övlad yerində idi. Və həmçinin faydalardan Peyğəmbərlərin atası olan İbrahim aleyhissalamın Allah Resulü Muhammed sallallahu aleyhi və səlləmin yanında xüsusi dərəcəsinin, yerinin, məqamının olması. Belə ki, o Həsən və Hüseynə etdiyi dualar
atası İbrahimin etdiyi dualardır. Yəni onun etdiyi dualarla, ovsunlarla öz evladlarını Həsən və Hüseyn radiyallahu anhuməni ovsun edərdi. Və bunu ata adlandır İbrahim əleyhissalam, çünki babalar içərisində ən birinci, ən yuxarıda olandır. Və buna da dəlalət edir, yəni onun dərəcəsinə, İbrahim əleyhissalam dərəcəsinə. Allah Teala'nın sözü İnne avlen nas bi İbrahim lellezine itteba'u. Yəni insanlar içərisində İbrahimə ən yaxın olan, ona tabi olanlardır. Və hadən nəbi, və bu peyğəmbərdir. Vəllezine amanu, və iman gətirənlərdir. Vallahu valiyyul mu'minin. Allah Teala möminlərin dostudur. Və qad kənə ər-Rasul sallallahu aleyhi və səlləm şəbihəl xilqə bi İbrahim. Yəni Peyğəmbər sallallahu aleyhi və səlləm xilqət, yəni yaradılış baxımından İbrahim əleyhissalama oxşar idi. Onun sözünə görə Əmmə İbrahim fanzuru ilə sahibikum. Qala zəlik və huvə yuhaddithu ashabah anil anbiya ləzina ra'ahum leylətel isra vəl mi'rac. İbrahim əleyhissalama gəldikdə isə siz öz yəni yoldaşınıza baxın, yəni özünü Peyğəmbər sallallahu aleyhi və səlləm nəzərdə tutur. Yəni Peyğəmbər sallallahu aleyhi və səlləm İsra gecəsində, İsra və Mirac gecəsində gördüyü peyğəmbərlərdən sahabələrinə danışarkən İbrahimə gəldikdə isə yəni özünə baxmağı onlara tövsiyə edir. Yəni İbrahim əleyhissalama çox oxşar idi. Və həmçinin faydalardan İmam Əhməd və həmçinin digər Əhlüsünnə vəl Cəma imamları, yəni bu hədislə Allahın kəlamının məxluq olmadığına dəlil gətirmişlər. Yəni Allahın kəlamı məxluq deyildir. Çünki Peyğəmbər sallallahu aleyhi və səlləm məxluqa sığınmır və həmçinin İmam İbn Həcər rahimehullah Fəthül Bərdə deyir ki, Buxar rahimehullah da bu ayəni gətirir. Hətta idə fuzzi'an qulubihim qalu mədə qala rabbuhum qalul haqqa və huvəl aliyyul kəbir. Nəhayət onların qəlblərindən qorxu çıxdığı zaman onlar dedilər ki, Rəbbiniz nə buyurdu? Dedilər ki, haqqı buyurdu və o uca və böyükdür. Uca və böyükdür. Alə ənə qavləllah qadimun li zətihi qaimun bi sıfatihi ləm yəzəl mevcudən bi və lə yəzəlu kələmuhu lə yushbihul məxluqinə xilafən lil mu'təzilə əlləti nəfət kələmallah. Yəni Allah Teala'nın sözü, yəni danışması qədimdəndir, əzəldəndir və həmçinin mövcud olub və Allah Teala danışmaqda davam edir. Yəni bu vəsfin onda olması Allah Teala'da və həmçinin məxluqa bənzəmir Allah Teala. Bu Mu'təzillərin əksi olaraq, hansı ki onlar Mu'təzilə firqəsi Allahın danışma sifətini, kəlamını inkar etmişlər. Və həmçinin Beyhaqi rahimehullah Etiqad kitabında deyir ki, Əl-Qur'anu kəlamullah. Qur'an Allahın kəlamıdır. Qur'an Allahın kəlamı. Vəl-kəlamu sıfə min sıfəti. Və kəlam da Allahın sifətlərindən, zatı sifətlərindən bir sifətidir. Və leysə şeyun min sıfəti zətihi məxluqan və la muhtəsən və la hadithən. Və Allah Teala'nın sifətlərindən, zatı sifətlərindən heç biri məxluq deyildir. Allah Teala buyurur, Ar-Rahman alləməl Qur'an xalaqal insan alləməhul bəyan. Ar-Rahman, Rahman alləməl Qur'an, Qur'anı öyrətmiş, insanı yaratmış, ona bəyanı öyrətmişdir. Fəxassal Qur'an bit-tə'lim li'ənəhu kəlamuh. Və Qur'anı xüsusi olaraq öyrətməyi gətirmiş, çünki Allahın kəlamıdır, sifətidir. Və insana gəldikdə isə onu yaratmağı buyurur. Xalaqal insan, Allah Teala insanı yaratmışdır.
Çünki insan məxluqdur. وَلَوْلَا ذَلِكَ لَقَالَ لَخَلَقَ الْقُرْآنِ Əgər belə olsaydı, deyərdi ki, Allah Teala Qur'anı xəlq etmişdir və insanı xəlq etmişdir. Deyək, Qur'anı öyrətdi, insanı yaratdı. وَكُلُّ صِفَاتِ اللّٰهِ الذَّاتِيَّ وَالْفِعْلِيَّ مُخْتَصَّ بِغَيْرِ مَخْلُوقَ Allah Teala'nın bütün zatı və feili sifətləri özünə xas olan məxluq deyildir. وَهِيَ كُلُّهُ تَلِيقُ بِجَلَالِهِ Bütün bunlar hamısı Allah Teala'nın cəlalına layiq şəkildədir. لَا يُشْبِهُ فِيهَا أَحَدًا مِنْ خَلْقِهِ Və yaratdıqlarına heç birinə bənzəmir. لَيْسَ كَمِثْلِهِ شَيْءٌ وَهُوَ السَّمِيعُ الْبَصِيرُ Allah Teala'nın bənzəri yoxdur. O hər şeyi eşidən və görəndir.